Yanda başlayalım. Salam dostlar, ben yine de sizden Yusuf. Bu sefer ise 3. mövzumuz olan düsturları keçəcək. Riyaziyyat fənnindən. Hansısa bir fiqur deyirik, fiqurun, perimetrin və sahəsini tapdıqda əlverişli yol olan düsturlardan istifadə edirik. Hər fiqurun öz düsturu var. Məsələn, kvadrat, məsələn, A, A. Yazırıq perimetrə bərabərdir 4A. Sahəyə isə 4 vur A. Yəni bunları hansı ədəd olur olsun, onu 4'ə vururuq. Aha. Mövzunun adını yazmadım, yəni düsturlardır. Aha, indi düz bucaqlığını yazaq. Baxın, eni A'dır, uzunu B'dir. Demək, bunlar B'dir, bu da A'dır. Deməli, perimetri 2B üstə gələk 2A. Sahəsi isə 2 vuraq A üstə gələk B. Bunu belə də həll eləmək olar. Yəni qısa yolu belədir, bir də uzun. İndi keçək üç bucaqlılara. Üç bucaqlının 3 növ var. Hamısından deyim. Biri var bərabər tərəfli üç bucaq. Biri var bərabər yanlı üç bucaq. Biri də var müxtəlif tərəfli üç bucaq. Bərabər tərəfli A. Yəni perimetri 3A. Sahəsi isə 3 vuraq A'dır. Bərabər tərəflini həll elədik. İndi keçək bərabər yanlıya. Bərabər yanlıda bu tərəf B, A. Demək ki, perimetr 2A üstə gələk 1B. Sahə isə 2A vuraq 1B. Bu da bərabər yanlının düsturuydu. İndi isə müxtəlif tərəfli üç bucaq. Müxtəlif tərəflidə A, B, C'dir. Onun üçün perimetri A üstə gələk B üstə gələk C. Sahəsi isə A vur C vur B'dir. İndi bunları yazdıq. İndi isə kvadratla üç bucaq necə oldu? 4A, 3A. İndi isə məsələn 5 bucaqlı A. Elədi perimetri 5A. Sahəsi isə 5 vuraq A. Məsələn 6 bucaqlıda da eyni A. Perimetri olur 6A. Sahəsi isə 6 vur A. Qaldı, yəni hamısında 10A, 7A, birində elə belə sübut üçün, yəni nümunə üçün bir də 8 bucaqlığını çəkəcəm. A. Perimetri bərabərdir
bərabərdir 8A. Sahəsi isə bərabərdir 8 vuraq A. Yəqin ki, başa düşdünüz. Əslində biz ona görə düsturla yazırıq ki, ibtidai sinifdə bunu sadə toplamalıyıq. Ancaq indi böyük sinif, 5-ci sinif qaydası olduğu üçün indi düsturlardan ən çox istifadə etməliyik. Sağ olun dostlar, yeni görüşlərə qədər.